Həkim, qan analizi ilə özümdə xərçəng olduğunu necə müəyyən eləyə bilərəm? Qan analizi vasitəsilə süd vəzi xərçəngini aşkar eləmək mümkün deyil. Ancaq müəyyən analizlər var ki, onun vasitəsilə biz xəstələri müşahidə altında saxladığımız dövrdə bu müayinələri edirik. Bu müayinələrin başında CA15-3 onkomarkeri durur. Bu onkomarker vasitəsilə biz əməliyyat olmuş və müşahidədə qalan xəstələri saxlayırıq. Bəs hansı qan müayinəsi vasitəsilə xərçəngi biz vaxtında görə bilirik? PSA dediyimiz prostat spesifik antigen bu kişilərdə prostat vəzi xərçənginin əmələ gəlmə riskinin və yaxud da var olduğunu göstərən bir antigendir. Bu müayinəni qan vasitəsilə etmək mümkündür və bunu biz xəstələrə tövsiyə edə bilirik. Ancaq süd vəzi xərçənginin qan müayinəsi vasitəsilə müəyyən etmək mümkün deyil.